Salam, hər vaxtınız xeyir olsun. Bu gün mən sizlə bərabər MHN testlərindən fonetika mövzusunda test izahlarına baxacağam. Əvvəlcə başlayaq birinci sualdan. Doğru fikirləri müəyyən edin. Birinci variant. Sözdə neçə sait hərf varsa, o qədər də heca var. Bəli, bu doğru cavabdır. Çünki hecalar sait səslər əsasında yaranır. Yəni hər bir sözdə nə qədər sait varsa, bir o qədər də heca var. İkinci variant. Hecanın tərkibində mütləq samit işlənir. Bu mütləqi deyil. Çünki samit səslər hecanı formalaşdıran səslərdir. Belə deyək, mən misal olaraq bədii, təbii kimi sözləri misal gətirə bilərəm ki, o sözlərin sonu qoşa saitlə bitir, bədii. Amma 3 hecadan ibarətdir və samit sonda yoxdur. Və buna baxmayaraq 3 hecalıdır. Üçüncü variant. Qalın saitlər dil arxası səslər. Bəli, qalın saitlər dilin arxa hissəsində formalaşdığı üçün onlar dil arxası sait səslər adlanır. Yəni belə deyək, A, Ö, O, U bu səslər dil arxası səslər hesab olunur. Dördüncü variant. Uzun tələffüz olunan sözlərdə vurğu hər zaman son hecaya düşür. Xeyr, bu hər zaman belə deyil. Ancaq belə bir qayda var ki, vurğu özünü uzun saitdən sonraya atır. Bu demək olar ki, belə deyək, məlum bir qayda, qanundur və bunu mütləq test işləyəndə diqqət almaq lazımdır. Beşinci variantda ca qoşma və ədat kimi vurğu qəbul edir. Xeyr, ca qoşma və ədat kimi vurğu qəbul etmir. Cavabımız olacaq 1 ilə 3. Cavab C bəndi. İndi isə ikinci cavaba, ikinci suala nəzər yetirək. Lar şəkilçisi hansı nümunələrdə vurğu qəbul edib? Birinci cavab, birinci variant daha doğrusu. Belə qalmaz, bir gün bu dünya düzələr. Burada mən variantı təhlil etməzdən əvvəl qeyd eləməliyəm ki, feil o zaman feilə qoşulan lar şəkilçiləri o zaman vurğu qəbul edir ki, həmin feil şuhudi keçmiş zamanda və əmr şərt şəkillərində olsun. Burada isə bu dediyimiz qaydaların heç biri olmadığı üçün biz bunu yanlış götürəcəyik. Doğru deyil. İkinci variant. Mən öz yerimə sadiqəm. Necə ki, sadiq olur ağaclar getdiyi yerə. Deməli, burada lar şəkilçisi ağac isminə qoşulub və belə deyək, vurğu qəbul edib. İsimlərə qoşulan lar şəkilçiləri vurğu qəbul edir. Buna görə də ikinci variantı doğru götürürük. Üçüncü. İllər boyu neçə dərdə dözüb dayanır, qəfil sevincindən yıxılır adam. Burada lar şəkilçisi il isminə qoşulub və vurğu qəbul edib. Burada illər sözündə vurğu var lar şəkilçisində. Dördüncü variant. Anasının narıncı koftasını iyləyib yatan bu uşağı birdən narıncı inqilabın qucağına atdılar. Burada atdılar sözünə diqqət eləyək. Burada lar şəkilçisi atdı feilinə qoşulub. Burada belə deyək, lar şəkilçisi vurğu qəbul edib. O səbəbdən qəbul edib ki, atdı şuhudi keçmiş zamandadır. Buna görə də biz 2, 3 və 4'ü doğru götürdük. Burada çünki il isminə qoşulub lar şəkilçisi. 5-ci variant. İnsanı arxadan ötüb keçərlər. Ay məni qarşıdan ötüb keçən qız. Burada keçərlər. Qeyri-qəti gələcək zamanda olduğuna görə lar şəkilçisi vurğu qəbul etmir. Üçüncü suala keçək. Səhv fikirləri müəyyən edin. Tam cavab istəyir bizdən. Birinci, səslərin təhlili tələffüz əsasında aparılır. Bəli, səslərin təhlili həmişə fonetik təhlil zamanı belə deyək, tələffüz əsasında götürülür. İkinci, səs uzanması sözdə yazılış və deyiliş arasında fərq əmələ gətirir. Səs uzanması sözdə yazılış və deyiliş arasında fərq əmələ gətirir. Bu doğru cavab deyil. Çünki biz misal olaraq Akif və yaxud Adil kimi sözləri götürə bilərik.
Bu sözlərin hər birində səs uzanması olsa da, lakin heç bir fərq baş verməyib. Üçüncü suala baxaq, çünki burada bizdən səhv fikirləri istəyir. Birinci cavab, səslərin təhlili tələffüz əsasında aparılır. Bəli, səslərin təhlili tələffüz əsasında aparılır. Bu doğru cavabdır. Ona görə də variantlardan biri çıxacaq. E variantı getdi. Səs uzanması sözdə yazılış və deyiliş arasında fərq əmələ gətirir. Xeyr, bu yanlış cavabdır. Çünki tutaq ki, adil sözünə diqqət edək. Adil sözündə səs uzanması baş versə də, lakin heç bir fərq yaranmayıb. 2-ni götürürük. İncə saitlərin hamısı dilin önündə əmələ gəlir. Bu yanlışdır. Çünki istisnamız var. İncə saitlər dilin ön hissəsində əmələ gəlsə də, istisna olaraq E səsi dilin ortasında əmələ gəlir. Ona görə də 2-ni 3-ü biz yanlış olaraq götürürük. Səs düşümü yalnız saitlərdə rast gəlinən məqamdır. Səs düşümü eyni zamanda samit səslərdə də baş verə bilər. Buna misal olaraq biz sərbəstlik sözünü götürə bilərik ki, burada sərbəstlik T samiti tələffüzdə düşür. Ona görə də 4 də yanlışdır. 2, 3, 4 qaldı 5-ci. Səs artımı müxtəlif cinsli saitlər arasında ola bilər. Bu düzgün cavabdır. Səs artımı müxtəlif cinsli saitlər arasında mümkündür. Bəli. Ona görə cavabımız olacaq B variantı. 2, 3, 4. İndi 4-cü suala baxaq. Hansı sözlərin yazılışı düzgündür? Birinci, samballı. Xeyr, burada M samitinin yerinə N samiti olmalı idi. Amma bir kiçik qeyd edeyim ki, sözdə N ilə B samiti yanaşı gələrsə, tələffüzdə hər iki sait M ilə, yəni belə deyək, N samiti M samiti ilə əvəzlənir. Bu, yəni belə deyək, bizim dediyimiz qayda tələffüzə aiddir və burada da samballı sözün tələffüz əsasında yazıblar. Bizə isə düzgün yazılışı soruşulur. Burada N olmalı idi. Yəni birinci cavab variant yanlışdır. İkinci soyqırımı doğrudur. Texnikom. Texnikom sözündə O saitinin yerinə U saiti olmalı idi. Yanlışdır. Ona görə də biz 1 ilə 3-ü səhv, yanlış olaraq götürürük. 2-ni doğru götürdük. Mərhumiyyət yox, məhrumiyyət sözü var. Mərhumiyyət sözü yoxdur. Buna görə də bunu da yanlış olaraq götürürük. Kinematoqraf düzgün sözdür. Əlavə qeyd edeyim ki, testlərdə qarşınıza çıxa bilər. Kinologiya sözü var. O itlər haqqında bəhs edən bir elmdir. Onu heç bir halda filmlə, kino ilə əlaqələndirmək olmaz. 2-5 cavabları düzgündür. Eyni zamanda kombinat, tələffüzdə kombinat deyilir. Doğrudur. 2, 5, 6 variantı E variantı olacaq. Düzgün yazılış. 5-ci suala baxaq. Səs uzanmasına əsasən ardıcıllığı tamamlayın. Etibar sözündə diqqət eləsək, birinci hecaya düşüb səs uzanması. İkincində bəhanə ikinci hecadadır. A səsi uzanır. Möcüzə yenə də təkrar olaraq birinci hecadadır səs uzanması. Daha sonra dəfinə yenə də təkrar olaraq ikinci hecanın üzərinə düşüb, yəni səs uzanması. İndi isə biz demək ki, eyni belə deyək, məntiqə ardıcıllığa əməl eləməliyik. Bizə lazımdır birinci hecanın üzərinə düşən səs uzanması. A variantında şöbə doğrudur, tabeli yanlışdır. B variantında xasə düzgündür. Çünki söz olaraq birinci hecada səs uzanması baş verib. Xəzinə ikinci hecadadır səs uzanması. Bu B variantı doğrudur. Digərlərinə baxaq. C variantı etibar. Burada birinci hecadadır səs uzanması. Laqeyd
Burada birinci hecadadır. Laqeyd sözündə birinci hecada səs uzanması baş verir. Daha sonra D variantı. Malikanə. Burada bu sözdə iki səs uzanması var. Birinci hecada, digəri isə üçüncü hecada. Malikanə. Eyni zamanda mömin sözünə də diqqət yetirək. Mömin birinci hecada, E variantında çovğun, çoğun birinci hecada, tövbə, tövbə burada birinci hecadadır. 6-cı suala diqqət edək. Vurğusuna görə mənaları fərqlənən, lakin nitq hissələri fərqlənməyən sözləri müəyyən edin. Baxaq. Birinci variantda diqqət yetirsək, şaxta sözü, bu söz vurğusuna görə mənası fərqlənən sözdürmü, yoxsa yox? Buna diqqət edin. Baxaq. Şaxta birinci hecaya düşəndə şaxta, o mədən nəzərdə tutulur. İkinci hecaya düşdükdə isə şaxta, şaxta isim olur. Hər ikisi belə deyək, isim olur. Şaxta, şaxta. İkinci, romantik, romantik. Sonuncu hecaya düşəndə sifət olur. Ancaq birinci hecada romantik bu olur. Belə deyək, isim. Yəni həm isim, həm də sifət kimi nəzərə ala bilərik. 1 ilə 2-ni götürürük. Daha sonra mütləq. Biri var mütləq cavab, mütləq cavab. Bir də var ki mütləq. Sonra düşəndə isim olur. Həm isim, həm də belə deyək, sifət kimi götürə bilərik. 1, 2, 3. Amma bizdən isə istənilir ki, biz burada fərqlənməyənləri götürək. İndi qeyd eləmək lazımdır. Diqqətli olmalıyıq. Şaxta, şaxta. Burada hər ikisi isim oldu. Burada isə bizə deyir ki, fərqlənməyən. Ona görə biri götürürük. Romantikdə fərqləndi, həm isim oldu, həm sifət. İkincində isə mütləq. Həm isim oldu, həm də sifət. Burada fərqləndi. Ona görə biz biri götürdük. Yalnız ədat kimi, yalnız birinci hecada vurğu olanda həm ədat kimi, sonda isə yalnız insan. Yəni belə deyək, tək mənasında sifətdir. Burada da belə deyək, fərqləndi. İndi orqan sözünə diqqət eləyək. Biri var orqan, hər hansısa bir təşkilat mənasında. Biri də var ki, orqan. Nə? Orqan. Hər ikisi isimdir mahiyyət olaraq. Ona görə bizim cavabımız 1, 5 olacaq. İndi isə 7-ci suala baxaq. Uyğunluğu müəyyən eləyin. Burada vurğusu birinci hecadadır. A variantına baxaq. Parametr, esse, parametr. Vurğu ikinci hecaya düşüb. Həmçinin esse sözündə də vurğu ikinci hecaya düşüb. Ona görə də biz bunu ikinci varianta aid eləyəcəyik A bəndini. 2A. Daha sonra B suala baxaq. Burada uyğunluğu müəyyən edin sualıdır. Vurğusu birinci hecadadır. Yəni belə deyək, variantları bəndlərə uyğun müəyyənləşdirməliyik, uyğunlaşdırmalıyıq. Vurğusu birinci hecadadır. Burada baxaq A bəndinə. Parametr. Burada ikinci hecaya düşüb. Həmçinin esse sözündə də vurğu ikinci hecadadır. Ona görə də biz 2A olaraq götürəcəyik. Rayhə. Rayhə sözündə C variantında sonuncu hecadadır. Vurğu rayhə. Pnevmoniya. Pnevmoniya. Yəni üçüncü hecadadır. İyə düşüb vurğu. Ona görə də biz 3-ü C olaraq götürəcəyik. 2A, 3C. Daha sonra prinsip sözünə diqqət edək. Prinsip sözündə prinsip birinci hecadadır. Prinsip. Daha sonra refleks. Refleks ikinci hecadadır. Burada da hərəsi bir yerdədir. Hər sözdə müxtəlif yerdə olduğuna görə vurğu bu variantı yanlış olaraq götürəcəyik. E variantına baxaq. Daha doğrusu E bəndinə menecer. Menecer. Burada birinci hecaya düşüb menecer. Daha sonra kafedra. Kafedra. Ona görə biz bunu birinci heca, hər iki sözdə vurğu birinci hecaya düşdüyünə görə biz
birinci vurğusu birinci hecada olan sözlərə aid eləyəcək. Yəni B bəndi. 1E, 2A, 3C. 8-ci suala baxaq. Hansı variantın əvvəlinə hər zaman ifadəsini artırsaq, şərtdəki fikir öz doğruluğunu itirməz. A variantı. Tələffüz zamanı sözdə səs artımı olur. Hər zaman tələffüz zamanı sözdə səs artımı olur. Biz diqqətli olsaq, hər zaman sözdə səs artımının olması mümkün deyil. Bunu yanlış götürürük. B. Hər zaman vurğusuna görə fərqlənən sözlər müxtəlif nitq hissəsinə aid olur. Cavab yanlışdır. Bu belə deyil. Çünki hər bir sözdə bayaq biz şaxta sözünü götürmüşdük. Orada hər ikisi vurğu müxtəlif yerlərə düşsə də eyni belə deyək nitq hissəsinə aid olmuşdu. Amma eyni zamanda qayıdım əvvələ. Tutaq ki, burada yalnız sözündə fərqli mənalar bildirmişdi. Yəni belə deyək, yalnız ədad kimi birinci hecada, ikinci hecada isə təkli mənasında sifət, yəni fərqli nitq hissələrinə həm aid olmuşdu, həm də olmamışdı. Yəni bu yanlışdır kimi biz götürəcəyik. Vurğusuna görə fərqlənən yanlış. A, B variantları yanlış oldu. Səs uzanması yazılış və deyiliş arasında fərq yaradır. Səs uzanması yazılış və deyiliş arasında fərq yaratmır. Alim və yaxud adil. Birinci hecada səs uzanması baş versə də deyiliş və yazılış arasında heç bir fərq baş verməyib. Daha sonra ca qoşma kimi işləndikdə vurğu qəbul edir. Etmir daha doğrusu. Burada etmir yazılıb hər zaman. Ca qoşma kimi işləndikdə. Amma əvvəlcə istəyirəm ki, sonuncu variantı diqqət edin. Ahəng qanunu alınmaz sözlərdə pozulur. Hər zaman ahəng qanunu alınmaz sözlərdə pozulur. Bizdən isə istəyir ki, şərtdəki fikir öz doğruluğunu itirməz. Hər zaman ifadəsini artırsaq. Hər zaman ahəng qanunu alınmaz sözlərdə pozulur kimi bir ifadə yoxdur, yəni yanlışdır. Ca qoşma kimi işləndikdə vurğu qəbul etmir. Bəli, hər zaman ca qoşma kimi işləndikdə vurğu qəbul etmir. Cavab olacaq D variantı. 9-a baxaq. Hansı cümlədəki sözlərin hər biri düzgün yazılmışdır? Dilimiz agglutinativ dillər ailəsinə mənsubdur. Agglutinativ. A variantını əvvəl, B variantına baxaq. İstəyirəm əvvəlcə. Baş verən fövqəladə vəziyyət hər kəsi narahat edirdi. Burada fövqəladə yox, fövqəladə olacaq. Daha sonra xalq öz dolanışığını, öz güzaranını güclə təmin edir. Burada güzaran sözünün əvəzinə güzəran olmalı idi. D variantı. Əli kişi köhnənin neft təmizləyəni idi. Burada diqqətli olsaq, neft təmizləyən var. Yəni neft sözündən T samiti düşüb. Ona görə də D variantı da yanlış olacaq. Amerikanın hegemonluğu bitmək üzrə idi. Burada Amerikanın hegemonluğu doğrudur. Yəni bu söz hegemonluq sözüdür. Hər biri doğru işlənib. İndi isə qayıdaq A variantına. Dilimiz agglutinativ dillər ailəsinə mənsubdur. Burada agglutinativ sözündə Q samiti, iki dənə başa Q samiti işlənib ki, o yanlışdır. Ona görə biz A variantını da yanlış götürəcəyik. 10-cu suala baxaq indi isə. Hansı sözləri tələffüzə əsasən iki müxtəlif nitq hissəsi kimi düşünmək olar? Birinci variant, xalya.
Biri var xala, biri də var ki, xalı. Hər ikisi isimdir. Bizdən isə deyir ki, soruşur ki, iki müxtəlif nitq hissəsi kimi düşünə bilərik. Xala sözü və xalı sözü. Hər ikisi isim olduğuna görə biz bunu yanlış olaraq götürəcəyik. Daha sonra körpə var, körpü var. Yəni körpəyə, körpüyə. Bunlar hər ikisi fərqli bir nitq hissəsidir. Biri sifətdir, digəri isimdir. Ona görə də biz bunu doğru götürəcəyik. İkinci variantı doğru hesab etmək olar. Üçüncü, qalıya. Biri var qala, qalamaq feili. Digəri isə isimdir. Biri feildir, digəri isimdir, qala. Ona görə bu da tələffüz formasında qalıya sözünə çevrilib 2 ilə 3-ü doğru götürülür. Bircə də var dəli və dəlmək mənasında. Dəliyə. Feil mənasında dəliyə. Bir də var ki, dəli insan. Burada dəliyə sözünü biz doğru variant kimi götürə bilərik. Çünki hər iki nitq hissəsinə aiddir. Çünki biri sifətdir, digəri feildir. 2, 3, 4. Xülasə sözünə də diqqət edək. Xülasə. Xülasə. Burada biri köməkçi nitq hissəsidir, digəri isə əsas belə deyək, anons mənasındadır. Ona görə 5 də düzgün olmayacaq. Biz götürdük 2, 3, 4. İnanıram ki, bugünkü test izahları ilə sizlərə kömək edə bildim. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.